Dekabrın 7-sində Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Bölgə TV xəbər verir ki, hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə 5 nəfər həyatını itirib. Belə ki, 22 yaşlı Vasif Həsənli idarə etdiyi Lexus markalı avtomobillə hərəkətdə olarkən sükan idarə etməsini itirərək su kanalına düşüb. Qəza nəticəsində sürücü ilə yanaşı sərnişinlər 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əli qardaş Rəsulzadə hadisə yerində dünyasını dəyişiblər. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıkları faciəni belə təsəvvür edib. Ölənlərdən ikisi qardaşımın balalarıdır, digəri də qonşumdur. Ağır dərddir, ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər maşını 150 km/saat sürətlə idarə ediblər. İdarə etməni itirib və nəticədə bu hadisə olub. Həlak olanlardan biri 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib. Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun 2 oğlu və mənim oğlum, üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular. Məmmədov bunun çətin olduğunu deyib və valideynlərdən xahiş edib ki, övladlarını gecə saatlarında avtomobilləri ilə hərəkət etməmələrini desinlər. Maşın ölümə aparır. Dilbər Vüqar qızı, Bölgə TV.